10 ildən artıq inzibati məhkəmədə təcrübəm var və 5 ildir artıq vəkiləm. Bu bilsiz nəyə bənzəyir? Dövlət birinci yaranıb yoxsa qanun? Bir mənalı şəkildə hal-hazırda qanunlar insanlara xidmət etməlidir. Bəzən vətəndaşlar deyir ki, qanun ədalətsizdir. Əsaslandırılmamış hər hansı bir dövlət adından çıxarılmış qərar kağız parçasından ibarətdir. Hansı hüquqşünas öz üzərində işləmir? O hüquqşünas paslanmış bir hüquqşünas. Bir iddia ərizəsi, bir vəsadət insan taleyini həll edir. Tam səmimi deyəcəm, mən ümumiyyətlə cinayət hüquq sahəsindən uzaq bir hüquqşünasam. Həm müharibə gedirdi, həm də pandemiya idi. Biz nə qədər problemlər yaşadıq biz məhkəmədə. Vəkilliyə qədəm qoyandan sonra da orada öyrəndiklərim, məhkəmədə öyrəndiklərim mənə vəkillikdə çox kömək olur. Hüququn hansı sahəsi cəlbedicidir mənim üçün? Təbii ki, 10 ildən çox staja malik olduğum inzibati icraat haqqında qanunun tətbiqi dairəsi, yəni inzibati icraat sahəsi mənim üçün daha cəlbedicidir. İstər prosessual hüquq nöqteyi nəzərdən, istər də maddi hüquq normalarının tətbiqi baxımından. Çünki mən 10 ildən artıq inzibati məhkəmədə təcrübəm var. Hakim köməkçisi, katib vəzifəsində, məhkəmə iclas katib vəzifəsində və 5 ildir artıq vəkiləm. İstənilən inzibati icraatın istənilən yarım sahəsi mənim üçün əzizdir, doğmadır və cəlbedicidir. Mənim fikrimcə hüquqşünas kimi həyatda hər şey nisbidir. Yəni qanunlar insanlara xidmət eləməlidir. Yəni bu bilsiz nəyə bənzəyir? Dövlət birinci yaranıb yoxsa qanun? Dövlət hüquq nəzəriyyəsində institut vaxtı keçəndə bizə tədris ediləndə birinci dövlət yaranıb yoxsa normativ hüquqi aktlar, normalar? Təbii ki, birinci dövlət yaranmalıdır, sonra qanun yaranmalıdır. Bu da ona oxşar bir sualdır. Təbii ki, birinci insanlar hüquq münasibətlərinə daxil olmalılar. Hüquq münasibətlərində də boşluq olanda dövlət bunun üçün qanunlar yaradır. Ona görə də bunlar bir-birinin qarşılıqlı təzahür formaları kimi bir-birinin qarşılıqlıdır və birmənalı şəkildə hal-hazırda qanunlar insanlara xidmət etməlidir. Dura lex sed lex latın sözü olduğu kimi qanun sərt amma qanundur. Bəzən vətəndaşlar deyir ki, qanun ədalətsizdir. Mənim fikrimcə qanun ədalətsiz deyil. Ona görə də həm qanunlar insanların rifahına yönəlməlidir. Bu Konstitusiyamızın 12-ci maddəsində göstərilir. Həm də insanlar qanunlara uyğun, düzgün tətbiq eləməlidirlər. İstənilən qərarın haqsız və yaxud haqlı olmağı bu da nisbi məsələdir. Biz hüquqşünaslar, vəkillər olaraq istər haqlı olsun, istər haqsız olsun, bizim vəzifəmiz vəkillik fəaliyyətini həyata keçirtməkdir, keyfiyyətli hüquqi yardımı göstərməkdir. Ona görə də istənilən qərar olsun, onun əsaslandırılması olmalıdır. Hər bir hakim, hər bir hüquqşünas bir qərar qəbul edərkən söhbət hakimlərdən gedir, əsaslandırmalıdır öz qətnaməsində, qərarında, hökmündə. Əsaslandırılmamış hər hansı bir dövlət adından çıxarılmış qərar kağız parçasından ibarətdir. Mən tam səmimi cavab verəcəm bu suala. Həmişə məhkəmədə işləyəndə istədiyim hakimlər ad çəkə bilmərəm burada, düzgün deyil, etik deyil. Mənim müəllimlərim də universitetdən sonra da onlardan biri mənə həmişə deyirdi ki, hansı hüquqşünas öz üzərində işləmirsə, hər gün nə isə, hansısa bir normativ hüquqi aktı oxumursa, o hüquqşünas paslanmış bir hüquqşünasdır və get-gedə zəlalətə düçar olacaq. Ona görə hüquqşünas hər gün nə isə öyrənməlidir. E-qanun az saytına daxil olub hansısa bir normativ hüquqi aktı izləməlidir. Mən hər gün Ali Məhkəmənin elektron saytına daxil oluram, qəbul olunmuş yeni qərarları oxuyuram. Hər gün kütləvi informasiya vasitələrini izləyirəm ki, hansı normativ hüquqi akt qəbul olundu və yaxud ona hansı dəyişikliklər olundu. Ona görə də hüquqşünas hər gün üzərində işləməlidir. Süni intellektin hüquq sahəsindən istifadəsinin faydası olduğu qədər riskləri də var. Bu yaxınlarda kütləvi informasiya vasitələrində dərc olundu ki, hakimlərin ikinci forumunda məhkəmə qərarlarının süni intellekt vasitəsilə yazılması, mən bunu qismən alqışlayıram. Çünki bu məhkəmələrdə iş yükünün azalmağına səbəb olacaq. Bu gözəl haldır. Amma orada ciddi risklər var. Tutaq ki, məhkəmə qərarını süni intellekt vasitəsilə yazdı və yaxud biz vəkillər iddia ərizəsini yazdıq. İnsanıq da orada bir gözümüzdən nə isə qaçdı. Bir iddia ərizəsi, bir vəsadət insan taleyini həll edir. Ona görə də burada ciddi nəzarət mexanizmlərini biz formalaşdırmalıyıq. Həm vəkillər, həm hakimlər, həm hüquqşünaslar. Tam səmimi deyəcəm, mən ümumiyyətlə cinayət hüquq sahəsindən uzaq bir hüquqşünasam. Bunu özümə fəxr bilmirəm. Sadəcə olaraq mən hesab edirəm ki, hər bir hüquqşünas ixtisaslaşmalıdır öz sahəsində. Mən bir neçə cinayət işlərinə çıxmışdım və orada rast gəlmişdim belə hallara. İndi mən inzibati icraat sahəsində ixtisaslaşmış vəkil olduğuma görə belə hallara az rast gəlinir bizim sahədə. Amma təmsil etdiyim şəxslərə münasibətdə bir-iki dəfə belə hal görmüşəm və onlara iradlarımı bildirmişəm.
Məhkəmə təcrübəsi istər vəkil olaraq çıxdığınız məhkəmə iclas zallarında təmsil edici şəxslərin hüquqlarının müdafiəsi zamanı, istər mənim aspektimdən yanaşanda bu mənim üçün ən ümdə olan bir belə deyək həyatımda paraqrafdır. Niyə? 10 ilə yaxın məhkəmədə işləmişəm, 10 ildən biraz çox. Orada gördüklərim, öyrəndiklərim. Mən məhkəmədə işləyəndə hələ bir dövrdə 2020-2021-ci illər dövründə həm müharibə gedirdi, həm də pandemiya idi. Bilirsiniz nə qədər problemlər yaşadıq biz məhkəmədə. Çünki gələn gedən vətəndaşlar inzibati icraatdır. Elə bir ki, ön cəbhədə əsgərlər isə arxa cəbhədə biz idik. Biz də burada vətəndaşların keşiyində dururduq. Vəkilliyə qədəm qoyandan sonra da orada öyrəndiklərim, məhkəmədə öyrəndiklərim mənə vəkillikdə çox kömək olur, çox dayaq olur. Və bunu yaxşı səmtdə vətəndaşların, təmsil etdiyim şəxslərin hüquqlarının müdafiəsi istiqamətində çox gözəl istifadə edirəm və təyinatına uyğun istifadə edirəm. Bu mənim üçün vəkil olaraq mənim mühakimə gücümdə çox bəlirləyici, fundamental rol oynayır.